Allah Subhanahu ve Teala bu ayede haber verir ki Kur'an-ı Kerim sözlerin en güzelidir. Allah tarafından nazil olmuştur. Hakikaten de bu Kur'an Allah'ın kelamıdır. Allah Teala bu Kur'an'ı danışmış, mehluk değildir. İnsanlar tarafından yazılmamıştır. Allah'tan gelmiş, ahirde Allah'a da qayıdacaktır. Allah Teala bu ayede haber verir ki bu Kur'an ile müminin derisi lərzəyə gəlir, ürpəşir və həm qəlbi, həm də bütün bədəni, bütün cismi bu Kur'an ile nurlanır. Allah Teala bizlere haber verir ki قُلْ هُوَ لِلَّذ۪ينَ آمَنُوا هُدًا وَشِفَاء de, bu Kur'an müminler için doğru yol göstericisi ve şəfa mənbəyidir. Həqiqətən də Kur'an insan üçün şəfa mənbəyidir. Həm onun gözlə görülə bilən xəstəliklərinə, yara kimi, zəhərlənmə kimi, yanma kimi, başqa xəstəliklərinə Kur'an-ı Kerimlə müalicə etmək olur. Necə ki, sahabələr onları əqrəb sancan zaman, ilan sancan zaman, qılınc, nizə yarası olan zaman əllərini həmin yaranın üzərinə qoyublar, özlərini Fatiha surəsi ilə müalicə ediblər. Kur'an şəfa mənbəyidir. Eləcə də daxildəki sıxıntılara, xəstəliklərə, ağrılara şəfa mənbəyidir. Qəlb elə bir üzvdür ki, o yaxşı olanda bütün bədən üzvü yaxşı olur. Rahat olur. Qəlbi də yaxşı eləyən yeganə şey Kur'an-ı Kerimdir. Allah'ı zikretmektir. Ona göre alimlerimizden Rabi' ibn el-Xeyfəm rahimahullah deyir ki danışmağı az et. Çok danışma. Yalnız 9 kelimeden başka. Subhanallah de, Allahu Ekber de, La ilahe illallah de, Elhamdülillah de. İnsanlardan xeyrə necə çata bilərəm? Xeyri necə əldə edə bilərəm? Sualım ver. İnsanlardan şər işdən, haram işdən özümü necə qoruya bilərəm? Soruş. Yaxşı işlər görməyə tövsiyə et. Xeyirxah əməlləri yada sal. Pis işlərdən insanları çəkindir. Onlara maniyə ol və Kur'an-ı Kerim oxu. Bu 9 kəlam xeyirli, Allah'ın sevdiği, razı qaldığı kəlamlardır. Digər kəlamlarda isə xeyri yoxdur.